necəsiniz dostlar? Evet, tamam. Şu an McDonald's'ta oturduk ya. Yemeğimiz de geldi. Videonun başlığında başa düşdü. Mesela balcadan böyüyə. Balaca. Video fikrindən çıxır. Bəli, feillər də qoyuruq. Neyse. Biraz mərzi. Yemeğimizi Kafamızı canı sağ olsun. Yaxşı, sağ olun. Dostlar, ani bir kararla şinyat yemeğe gitmeye karar verdik. Nasıl fikir? Valla kulağım ağrıyor. Tabii keyiflerleştirirsem olay. Hamısını teşekkür edeceğim. Rahat ol. Şu an bizim sana bak. Mr. Bean. Sumqayıta bir dəfə gəldi mi? Tecna vanilya yiyeceğiz. Waffle yiyeceğiz. Vanilya waffle yedik, çay içdik, waffle yedik. Mikrofon Yoktu deyə, işte hər şey kasıbıq da. Bunlarla gönderirim size. Geliştirəndən sonra kamera ilə mikrofonda ol. Bəli. Şola kamera 180 manat diye. 180 manat. Dedik de kartımsız. 4 manat çaya vermeye elimiz gelmir. Kameraya 180 manat vererik. Yaxşı yerdə videolarımızı görmək istəyirsinizsə kartımıza bir manat alsın. 1 manat da lazım değil. Paramız değil. 200 neçə izlənir? Neçə nəfər belki biz Oyunda doğrudan 300 neçə nəfər izləmiş də. Hər bir vaxt 300 neçə nəfərin Allah hamd olsun. 280'i Cövhər gün qohumlarımız. Bizim qohumlarımız maşallah bizi çok sevirdiler. Ona göre bayağı bir çok qohumlar. The skyscrapers causing vertigo. Sabahında oradan çıxdıq, gedirik karusellərə. Karusellərdən gedəcəyik marketə, noodle alacağıq. Belə, sağ olun. Guys, yenə buna mindik. Şalar patlatın kapağı düştü. Şaka mı? Bakın düz düştü. Oradan buram. Loftu da bu kız. Niye kapatlar? Guys, Cövhər Gil nə minir? Korsana minirlər, saçmalı. Bir dəfə Nəzrin də onlarla mindi. Onlar indi təzdən birinciyə minəcəklər. Heç də onları gözləyirik. Şolar, indi biz hər şeyi aldıq, elədik. 9 manat bunlar şu an burada hesablamaq. 7-3-ə bölünmür. 2 manat 30 qəpik. Hə, heç nə aldıq, elədik hər şeyi falan filan. İndi bunlar burada hesablamaya edirlər. Mən bunlardan ayrıldım deyə okeyəm biraz. Amma qalmışıq burada. Guys, bitti hər şey. Maalesef bize eba param olmadı. Banka çaldığımı bir sağdan hissediyorum. Səma doğumunda ben birinci sınıfa gedirdim. Dostlar, indi mağazadan çıxdıq, avtobusla gəldik evə. Cülər anı. Sən yüzsəzdən xəstə deyil. Sən də cəvər. Səma buradadır, zayt gətirib telefonu. İşte birazdan çıxacaq yuxarı. Oyun oynayacaq da, hə? Evet, dedektifli edəcəyik. Mən də baxacaq. Sən baxacaq. Yox. Ama sen saklamışam bunu. Neyse, sağ olun. Değerli bir hediyem var, bunu bilmeyeceğim. Guys, indi çıxdıq yuxarı və şizofrenli makyaj edib. İndi bunu çözəcəyik. Gecə beynimiz nə qədər işləsə təbii ki. Alınmasa sabahçı çəkəcəyimiz vloga şey edəcəyik. Vlogda edəcəyik. Amma vlogu sabah paylaşmayacağım təbii ki. Bu çəkdiyim vlogu sabah paylaşsam
Savaşçı vlogda gəlmə. Bu editörümüz, bu qız necə əziyyətlər çəkir. Allah, bəzi mimlər mənim heç vaxt ağlıma gəlməz. Fatoş bir dənə videoya baxan kimi o video yadına düşür. Biz de deriniz. Biz de deriniz. Öyle şey yapmayın. Bu necə olur bilmirəm. Məsələn, keçən videoda Səmanın belə uçma şeyi var idi da, yəni ki, orada heç ağlıma gəlməzdi elə bir şey ekləmək. Bir də gördüm ki, Fatoş deyir ki, dayanın, bir dənə şəkil var, onu tapım TikTok. Allah heç ağlıma gəlmir. Sonra Rizvan stolun başında belə durmağa falan. Belə durmağa falan mənim heç ağlıma gəlməzdi. Qara negro orası. Bu qız həqiqətən belə şeylərdə bir profesional. Rani Eldrain falan baxmaqda. Sağlam, necəsiz şu an? Təzə video deyil bu. Eyni videodur. Bugün çok fərqli bir Allah'ım çok seviyorum. Ne var? Çok şükür yarabbim. Ortada oturmuyor, mən çox bugün pisdir. çok fərqli bir içeriğimiz var. Cinayet oyunu çözülür. Sonra telefon. Aha, nədir? Bunları oxumalıyıq. Şavaş, indi kimdən şübhələndiyimizi deyirik. Görə birinci sən başlayırsan. Bəlkə kimdən şübhələndiyimizi demək üçün çox tezdir, amma ki, hemşirə ilə məncə görevlilərdən biri ola bilər. Mən bu arada Selimdən şübhələnirəm. Düzdür, birinci şübhələnmədim, amma sonra gördüm ki, görevlilərin üstünə atmaq istəyir suçu. Yəni şübhələnirəm Selimdən. Görək kimdir. Əgər düşük bir şeysə, Amma oyuncusa görevli Arda də ola olacaq. bilər. Düşük oyuncusa Arda olacaq, amma deyilsəm Məncə Arda olmayacaq. Arda baş qarışdırmaq Mükar istəyir. mən deyim. Hemşirə də ola bilər. Bir də bayaqçı dayı var idi, o da ola bilər. Belə Hansı dayı? vay be. Görevlilər. Səsə bağladım o sonra. Düyüt qoyacaq. Görevlilə ən Selimdən şübhələnirəm. İkisindən də, amma ən çox Selimdən şübhələnirəm. Bilmirəm niyə. O Selim adam kimdir? mənə Mən də belə qəribə yamaqda vibe verir şübhələnirəm. yəni. Sadəcə emergency. Necə Emergency. V-nın qarşılığı. Adı nə idi? V-nın aşağı yadımda. Çox çətinliyi, bu dəhşət çətin. Hətta hər nəsə, hətta hər falan yəni çözdükdə asandır. İnternetin inşallah burada tutsa baxacağıq. Basmada təzdən gedirdi. Selim bilsən necə ola bilər? Doktor Ahmet onu zorlama. Neysə, xeyr bir şeylə. Selim ola bilər. Niyə? Doktor Ahmet onu zorlamış ola bilər. Sonra da ki, bu dözməyib, nəm, intihar falan eləmiş olar. Ona da məktub yazıb söymüş olar. Amma mən əsas Hasandan, Ahmetdən şübhələnirəm. Amma ən çox Ahmetdən. Ən çox ayıb. Arkadaşlar, mən hələ də Selimi düşünürəm. Bir də maksimum olsa o şey var idi, güvənlik görevlisi. O ola bilər, amma o böyük ehtimal deyil. Mən xəstəliyimi merak şeydən edirəm. şübhələnirəm. Selimdən. Selim araşdırır. Deməli uşaqlar, məncə bilmirəm, amma Selimdən mən güvənlikdə heç şübhələnmirəm. Məncə o deyil. Güvənlik hansını deyirsən, Hasan? Hə, məncə o deyil. Çünki bax, ya Selimdir ya da Ahmetdir, Əhməd. Çünki Selim özünü asıbsa, bəlkə də özünü günahkar hiss edib, özünü asıb. Amma niyə o Ahmədə məktub buraxır? Məsələn, bu biraz sual altıdır. Hasan söz heç keçmir. Məncə Hasanın heç dəxlisi yoxdur. Axırda zaten 2 məktub var. Bir məktub zaten o Selimin qoyduğu məktubdur. Onu oxusaq biləcəyik qatil kimdir. Bir də itiraf məktubu var. Məncə ya Selimdir ya da ki Ahmetdir. Ki itiraf məktubu olduğunu düşünmək, niyəsə Selim olduğunu düşünürəm. Çünki otağında 2 məktub olduğunu tapıldığını deyir. Biri Ahmədə idi, biri də itiraf məktubu idi. Ya Selim özü olduğunu itiraf edib, ya da Ahmet olduğunu itiraf edib. Amma Selim əgər Ahmet olduğunu bilirsə, niyə insanlara demir? Çox məntiqsiz. Hətta indi oxuyacaq, Selim ola görəcəksən. bilər, Selimdir məncə. Gətir görəm. Niyə Məncə doktor də Ahmet Selim. var? Gətir ya? Mən telefonumdan Nəsə buldum. deyə belə qalma. Qaranlıqdır. Kameranı çevir istəyirsən sonra. Yoxdur, oxuyaq da oxuyaq. Məktub.
Qızına məktub. Qızına məktub Selimdəndir. Uşaqlar kimi yazılmışdı. Selimin boyun yerə soxum yaxşı Selim ölüb idi, mən dedim başdan, yəni şahid. atmışdı. Qoymayacağım sənə Selim dediyin yerlər görərsən. Sən buna bu arada tamamilə şans əsəri demişdin. Həqiqətən. Deməmişdim, mən sizə niyə Hə, sizə Mən şübhələndim. Ancaq buyur. yatıb Mən TikTok-a da şübhələndim. baxırdı. Çünki mən başdan oxuyanda özüm oxudum, şübhələndim. Çünki Ahmetin üstünə atmağa çalışırdı. Ahmetin üstünə atmağa çalışmırdı, güvənliyin üstünə atmağa çalışırdı. Hətta Ahmet güvənlik idi. Deyil. Heç maraqlı deyildi, çox pis idi. Biz hətta oxuyanda ən axırlarda başa düşdük ki, Selimdir Mən qatil. başdan başa düşmüşdüm. Başdan başa düşmək çox mümkün deyildi. Biraz o güvənliyə şey eləyəndə başa düşə bilərdin. Başqa yerdə başa düşə bilərdin Səma. Sən başa düşməmişdin. Yalandan atmışdın elə belə. Bayaqdan mənə dirəşir ki, bu məktub Selimindir. Makarayız abi. Neyse sonunda sizə qırılın. Xəla Nəzin burada olmasa da şipşakları burada da ona da buradan salam deyirik. Neyse arkadaşlar videomuzu sonlandırırıq. Sağ ol. Bu şey yuxum gəlmir. Mənim də bayağına tərəfim gəldi. Sağ olun.